Hər kəsə salam, mən Fidan. Bugün sizlə birlikdə günlük vloqumun ikincisini paylaşıram. Söz vermişdim ki, bu həftə 2 vloq atacağam. Normalda saç tutorial atacaqdım, yəni saç modeli videosu, amma onu çatdıra bilmədim. Ona görə gələn həftə istəyirəm onu atım. Səhər-səhər saçımı bu qədər eləmişdim, onu atsırdım. Hətta shorts da çəkmişdim. Shortsun sonu maraqlananlar olmuşdu. Onun üçün də belə video çəkmək istədim. Düzdür, çox qəşəng olmasa da, yəni buklelerim çox olmadı, su dalğası oldu daha çox. Amma yenə də xoşuma gəldi. Məsələn, corab alımına daha çox verim alıram. Amma yenə də bəyəndim. Makyaj arzu eləmişdim səhər-səhər məktəbə. Demək olar ki, filmi qıvırıb lip balm vurmuşdum. Sonra da məktəbə getmişdim. Onu da izləyək. Sunlight spills on the window. The aroma of coffee fills the air. Lazy cat is curled up on the sofa. Time passes so slowly as if it were. Və biz dərsə gedirik. Yuxum gəlir. Bayağı özü yuxum gəlir. Sonunda mən evdəyəm. Evə gələli falan 1-2 saat olubdu. Əynimi falan dəyişdim, yeməyimi yedim. Sonra da telefondan baxdım. Hazırlaşacağıq, rəsm məşğələm var. Amma ondan əvvəl məşğələ çantamı hazırlayacağıq. Günay Qateminin gözü qalmışdı. O xışlıqlarını tamamlamalıyam. Asan işdir, Qatemi çətin iş deyil. Yəni ən son mənim qurduğum qədərilə. Bu da sivilcəm çıxıb, o qədər sinirimi pozur şu an. Bak beni sinirlendirme. Atlarım uçağa gelirim seni orada bulurum. Heç bir şey deməyəcəm. Nəysə. O günləri məktəb üst salonunda bir bölmə vardı. Oranı düzənləmişəm. İndi sizə oranı göstərəcəm. O qədər qəşəng olubdu ki, ana qutumun içini ora boşaltmışam və çox qəşəng olubdu. İndi sizə oranı göstərəcəm. Yəni buna baxın, çox qəşəng. Burada ac günümdən qalan tacdır. Orada mənim Pandoram var. Ona 14 yaşımda tamın hədiyyə aldığı. Arxada rəsmini çəkdiyim kitabçalar. Sonra burada Səbrə var, siniflaşım tanıyırsınız. Onu mənə yazdığı ac günü məktubum. Sonra harda vardı? Bir də vardı onun oxşarı. Leloş yazmışdı. Demiş ki çaresizlik ve güçsüzlük içinde olan ben. Burada da bacımın ana kutusunda olanlar var. Belə, məncə çox qəşəng və çox şirin olub. Burada belə boşalmış oldu, yəni. Burada daha səliqəli görsənir. Bura biraz dağınıqdır. Bura həmişə dağınıq olur. Bilmirəm nə səbəbə, amma həmişə dağınıq olur. İndi lotos tokalarımı səliqəyə salım. Bu saç darağım idi. Bunu o günləri Faberlikdən almışdım. Çox qəşəng rəngi var. İndi sizə rəngini də göstərəcəm. Bir də bəzi yorumlarda bu qutunun içində nə olduğunu soruşanlar olmuşdu. Bu qutunun içində mənim eynəklərim var. Bir də bəzəkli qutularım var. İndi sizə onu göstərəcəm. Burada eynəklər necədir? Yəni yay eynəkləri, həm də şəffaf eynəklər olmaqla. Məsələn, belə eynək var. Sonra bunu Temur'dan almışdım bu arada. Sonra belə eynək var. Bunu Sevdada hədiyyə eləmişdi mənə. Kanalı Sevdadan aşağıya qoyaram. Bunu Fendi'dir bu. Belə. Bunu Trendyol'dan almışdım. Amma qiyməti xatırlamıram. 2 il olar. Bunda bir dənə dostum vardı, o satırdı, ondan almışdım. Bu da çox qəşəngdir. Digərlərdə burada telefonumun açdığı zərli kamera qoruyuculardır. Sonra belə qutulardır, balaca qutular. Bunlar. Bunların içində bu nəsə varmı? Yoxdur. Normalda bu arada bu mənim ana qutum idi. Amma indi belə istifadə edirəm. İndi canlarmışxərəyə kombin seçəcəyik. Çünki niyə olmasın yəni. Hava bizi nə istedi, nə soyuqdur. Amma axşam gələnə o qədər soyuq olacaq ki, həmişə elə olur çünki mən rəsmə gedəndə və heç sevmirəm hava müxasiyətini. Necə yay direkt gəlsə, mən yayı çox sevirəm. Ən sevdiyim fəsil yaydır bu arada.
İndi kombin seçirik. Kombin olaraq bilmirəm, ağ tonlarda bir şeylər seçmək istəyirəm. Cins şalvar bir dəqiqə. Olur məsələn kurtkanızın zibindən 1 manat qoyursunuz və genəldə kurtkanı geyinəndə o kurtkanın zibindən 1 manat çıxır. Günləri pencək geymək istəyirəm. Siz nə üçün? Çünki altdan qısa qol geyinib üstündən pencək geyinəndə pencəyi rəsmini çıxara bilirəm. Üstündən də altda da qalan crop kimi şeydə, yəni rəsmini geyinə bilirəm. Rəsm bu arada çox isti olur. Çünki uşaq rəsmində çox olur. Yəni axşama yaxın. Məsələn rəsmə gedəndə orada olan uşaqlar olur da. Onlar da məsələn tam saat 4-dən 6-ya gələni var. Məsələn 6-da çıxan mən artıq ora gələndə orada uşaqlar çıxır. Ya da 5-dən 7-yə gələn də var. Mən 6-dan 8-də olduğum üçün 5-dən 7-yə gələnlər 7-də çıxır. Yəni uşaq sayı axşama yaxın azalır da belə deyim. Müəlliməmin Instagram, TikTok səhifələrini bura qoyaram. Müəlliməmin özdə həm Sumqayıtda, həm də Bakıda finalları var. Yəni Bakıda 3 finalı var mən bildiyim qədərilə. Nəysə indi qara şalvar geymək istəmirəm. Həftədən sonuna qədər bu vlogu da yetişdirməliyəm bu arada. Bunu 5-ci gün çəkirəm, onu da deyim. Sonra belə bir şalvarım var. Məncə bunu geyinəcəm. Bunun rəngi çox sevirəm. Yəni bu şalvar o qədər qəşəng oturuş falan da var. Mən belə şalvarları çox sevirəm. İndi bunu geyinəcəm. Kombin eləyənə qədər gedək çiyələk. İndi sizə pencəyi göstərəcəm. Bu belədir, amma bunun altı da var. Yəni şalvar da var. Şimdi şalvarı geyməyəcəm. Çünki dəst ağ məşğələ və rəsmə. Yəni rəsmə gelsəm yəqin ki bunu qara olaraq qaytaracağam. Necədir? Bu arxadan belə sıxılır. Bu olur incə, belə bir şey olur yəni. Amma belə böyük görsən, amma böyük deyil yəni. Hətta TikTok nədir? YouTube-a Shorts da seçə bilərəm. Pinterest kombini adlı. Çox qəşəng olar məncə. Nəysə, anladınız, bu pencə geyinirəm indi bu günləri. Məncə bayağı qəşəngdir. Anamın hələ xəbəri yoxdur bu rəsmə geyinəcəyindən, amma mən söz eləməz. Bu soğuqan belə qalır. Biraz qəribə durur. Sanki yağlı vibe verir, amma dünən yumuşam saçım. Hətta TikTok-a, TikTok nədir? Shorts-a video seçmişəm. Nəysə, bunu geyinəcəm. Belə. Kabromu da bununla dəyişdirirəm indi. Burada artıq kombinimi elədim. Üstümə belə qara crop geyindim. Sonra aksesuarlarımı taxdım və makyaja başlayacağam. Makyajımıza keçdik. Makyajımı da koridorda edəcəm. Çünki burada günəş düşür. Günəş düşəndə də yəni işıqdan yansıma baş verir və qaranlıq düşür video. İndi isə makyajıma başlayıram. Concealerla başlayacağam. Sonra fondöten, allıq, highlighter və belə davam edəcəm.
burasını biraz belə boş saxladım. Makyajım əsasında belə oldu. Yenə mən, yenə Əsma. Müəllimə vloguma görsənmək. Yo, mən geçeriz. Arkalarınızda var. Burası səhifəmiz var, belə yazılır. Evet, qaçam. Hələ qutarmamışam, yazıq, bağır. Bu Röyanın rösüdür. Yox, Elmira da yazıb bura hələ. İndi Əsma yazır. Gördüm də. Abi elə deməz. Bəli, Əsmanın logosu. Əsma bizə qolbaqlarını göstər. Seçməyə bir şey tapmayanda Fidanaya. Yəni qoyuluz. Yəni. Ahu, Əsma, biz gedirik Ənduza. Çünki niyə olmasın? Ahun üstü çox qəşəngdir. Bəlkə. Bunun üçün qəşəngdir. İkimiz də kostyum geymişik. Qara, mən ağ. 300 BFF qrupuna düşən insan. Qara, boz, ağ. Həqiqi bax, baba biz ikimiz qarşında olur. Çox efor sərf elədim buna. Soruşun, çox efor sərf elədim Fidan bunu düşünməyə. Deyil. Nuray yoxdur. Bu səfər Nuray yoxdur. Mən vloglarımda ən çox görsənən Nuraydır. Nurayın pəmbə dünyası. Ən çox kimi sevirsiniz dostlar. Ahu, Əsma, Nuray, Noviçka. Hansını? İndi Əsmanın telefonu seçişeyi, çünki telefonda yer doldu. 16'dır bu. Yo 17'dir. Gəl Əsma, gəl. Ahu qabaqda yedir. Telefon sevişimi gördün. Ahu. Da açıq. Ne yeyək? Həmişə canım istəyirsə. Bundan azıq jelibon alır bu arada. Jelibon. Jelibon. Bunlar necə olur? Bəyənmirəm. Açsın yox ancaq. Bu çok tatlı değil bu arada. Bakın bu. Bu geçenli. Sevmiyorum. Yine Əsma telefonda belə seçəcəm. Gəl mən öz telefonda da yer açım ki, bunu Əsma ata bilsin mənə. Kimsə çox qəşəng sevirəm. Ahunun jelibon sevdası tutub, bütün jelibonları almaq istəyir. Ekler. Bu ekler istəyir. Bu ekler. Bu. Sarmayı çok sınavım. O, çok qəşəng seçir. Çok qəşəng seçir. Allah, aman ya. Şimdi yatak ağlamışam. Jelibon alan bir ədəd ahu. Belə də var ya ama. 12'ydi mesela. Mesela o 2 manat necə qəpikdir? Bu 2 manat necə qəpikdir? Bu 1 manat necə qəpikdir? Bundan bunun fərqi nədir? Bence bu daha kaliteli bu arada. Biraz köhnə kimi görsən. Bakalım bir yana. İndi qızlar aldı, mən seçsəm. Mən nə alım? Kaks reyonuna gəlmiş işte olmasın. Bəs bu iyi gəlir. Teacher'ımız şikayət edir bundan ki iyi gəlir. Teacher sənə səslənirəm, sizə səslənirəm. Artıq şikayət eləməyin. Mənzildə. Məsələn, balıq krekeri çox sevirəm mən, amma müəllimə deyil iyi gəlir. Ya da Kraksın bu versiyası var. Baxın bu çox qəşəng, amma müəlliməm deyil bundan iyi gəlir. Bu pisdir. İndi sizə bir dənə şey, adi telefonumda yer yoxdur ki, şu telefon çəkim, çox qəşəng görsən. Baxın bir dənə. Belə çəkirəm. Çox qəşəng çəkilir. Məsələn, biraz da olsa çəkirdim. Əsmanı tapmağa çalışır, çünki telefon məndədir. Kraks saxlardım bir dəqiqə. Bunu aldım, bir də tutdu. Kraks aldım. Əsmanı aldım. Çox qəşəng çəkir telefon. Oxumaq deyil də oxuyasan onu. Ya sən məcbursan ki, onu dayanmadan işləyəsən, onun əziyyətini çəkəsən. Burada artıq işlərimi bitirdim və rəsmdən çıxırıq. İçərini biraz göstərdim və salam. Nuraysız bir gün bitəməz, değil mi?
Evə çatıram artıq. İşimi bitirdim ikisində. Qaranlıq deyə. Və canlar, mən sonunda evdəyəm. Bayağı yorğun olduğum üçün videonu davam etdirə bilməyəcəm. Sonra indi gedib makyajımı falan çıxardacağım. Sonra da gedib bu videonu editini eləyəcəm və 6-cı günü çatdırmağa çalışacağım. Çünki bu evdə 2 vlog atmaq istəyirdim. İnşallah elə də olacaq. Hər biri çox-çox öpürəm. İnşallah video xoşunuza gələr. Hansı video istəyirsiniz varsa yorumlara yaza bilərsiniz. Saç tutorial videosu da inşallah cənnətdə gəlməsini düşünürəm. Öpdüm, bay bay.